Hər kəsə salam. Bugün bütün tortlarda istifadə edə biləcəyiniz çox ləzzətli plambir dadında zavarnoy kremin hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. Əvvəlcə qazana 500 ml süd əlavə edirəm. Üzərinə 1 stəkanın başından 1 barmaq aşağı şəkər tozu, 1 yumurta, 1 paket vanil, 2 xörək qaşığı un, 2 xörək qaşığı qarğıdal nişastası, yarım çay qaşığından biraz az duz əlavə edib ocağın aşağı odunda qarışdıra-qarışdıra bişirirəm. Mütləq qarışdıra-qarışdıra bişirmək lazımdır ki, həm içindəkilər topaqlanmasın, həm də dibi tutmasın. Bu cür olduqda artıq hazırdır. Baxın, bu cür qatılıqda olmalıdır. Elə isti halda da üzərinə 100 qram kərə yağ və 100 ml qatlaşdırılmış süd əlavə edib yaxşı-yaxşı qarışdırıram. Qaysaqlanmasın deyə üzərini salafanla örtüb əvvəl otaq temperaturunda, tam soyuduqdan sonra isə soyuducuda 1-2 saat müddətinə gözlədirəm. Artıq 2 saat keçib və gördüyünüz kimi bu qatılıqdadır. Kremi hazırlayacağım qaba 400 ml qaymaq əlavə edib mikserlə qatlaşana qədər qarışdırıram. Qaymaq mütləq soyuq halda olmalıdır. Bu cür qatılıqda olduqda zavarnoyu hissə-hissə üzərinə əlavə edib yenə mikserlə qarışdırıram. Bu cür qatılıqda olduqda artıq krem hazırdır. Bu kremdən həm tortun ara qatlarını çəkmək üçün, həm də üzərini bəzəmək üçün istifadə etmək olur. Ərzaqların dəqiq miqdarını bilmək üçün videonun altındakı başlığa toxunub kanalıma keçid edərək ətraflı izləyə bilərsiniz. Abunə olub bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.